Firdə 3 övladım haqqında, ay maşallah Allah saxlasın, ona görə danışmaq istəmirəm ki, Bu say falan, böyle bu kimsə əslində olan belə deyək, olmaz. firdə övladlarım haqqında danışmaq istəmirəm ki, belə deyək. Bunlar mənə məxsusdur, yəni. Bilirsiniz necədir, qardaş? Şəxsi nə deməkdir? Təsəvvür edirsiniz, şəxsi sözünü o gün deyirdim, necə təhlil edirsiniz siz? Mən şəxsini... Bir şeyi ki, cəmaatın arasında danışırsa, bu artıq şəxsidən çıxır. Tam səmimi deyirəm, bu qədər sual verəm mən heç vaxt ailəm haqqında danışmamışam. Bu sənə şəxsi düşündüyüm üçün danışmam. Amma şəxsi sözün yeri qalmalıdır ya yox o söz, bu şəxsi. Mən öz adımdan danışmaq olar da, yəni. Yox, qardaşım. Sən öz şəxsindən nəsə paylaşmağı rahatdırsa sənin üçün, özün bilərsən. Mənə şəxsi